Xəbərmi YouTube kanalının daimi izləyiciləri, hər birinizi salamlayıram. Kanala abunə olub, videoları bəyənməyi unutmayın. Müğənni Ofeliya Şabanovanın boşanması barədə xəbər yayılıb. Sferas xəbər verir ki, bu barədə verilişlərin birinə qatılan sənətçiyə məlumat verilib. Özündən çıxan sənətçi əri ilə haqqındakı xəbərə sərt reaksiya verib. Boşanma xəbərini çıxaran yalançının özü boyda başına daş düşsün. Başqa nə deyim? Ceyhun indi də buradadır. Bu yalan kimə lazımdır? Nə tez bir həftəyə boşanıb barışdıq biz. Belə yalanlar xoşlamıram. Mən kiməm ki, ondan küsüb barışam? O nə deməkdir? Xahiş edirəm, mənə belə suallar verməyin. Qeyd edək ki, daha sonra müğənni əsəbləşərək verilişdən gedib.